Dostlar salam. Bugün Azərbaycan üçün yeni olan, hələ satışa çıxmamış, lakin bu günlərdə satışı planlaşdırılan bir smartfon haqqında danışacağıq. Təxminən 1600 manat bazar qiymətinə sahib olması gözlənilən Vivo V70 texniki xüsusiyyətləri ilə həqiqətən məni təəccübləndirdi. Bugün bu videoda smartfonun ən vacib texniki göstəriciləri ilə bağlı məlumatlar təqdim edəcəm. Ümumiyyətlə, bu smartfonu almağa dəyərmi sualına bu videoda cavab tapmağa çalışacağıq. Vivo V70 orta segmentdə yerləşsə də, təqdim etdiyi texnologiyalar və imkanlara baxanda artıq klassik orta səviyyə anlayışından bir qədər kənara çıxdığını görürük. Vivo bu model ilə açıq şəkildə göstərir ki, əvvəl yalnız flaqman telefonlarda gördüyümüz funksiyalar getdikcə daha əlçatan olur. Onu deyim ki, Vivo son illərdə xüsusilə kamera və sürətli şarj texnologiyalarında çox ciddi inkişaf edib və hazırda dünya bazarında ilk 5-likdə yer alır. Bu model isə brendin yeni, daha geniş istifadəçi kütləsinə flaqman səviyyəli təcrübə təqdim etmə strategiyasının bir hissəsidir. Smartfonun dizaynına baxdıqda şirkətin müasir trendləri çox yaxşı tətbiq etdiyinin şahidi oluruq. Vivo V70 həm görünüş, həm də istifadə rahatlığı baxımından çox balanslı hazırlanıb. Şirkət burada Golden Grip adlandırdığı konsepsiyanı tətbiq edib. Yəni, telefonun ölçüləri bir əllə rahat istifadə üçün optimallaşdırılıb. 6.59 düymlük ekran böyük görünür, amma cihazın eni və qalınlığı elə seçilib ki, əldən sürüşmür və istifadəsi rahatdır. Çərçivə alüminiumdan hazırlanıb. Bu da həm möhkəmlik, həm də premium hissiyat verir. Üstəlik, telefonun qutusunda qoruyucu da var. Arxa panel rəngdən asılı olaraq şüşə və ya fiberglass materialdan hazırlanıb. Kamera blokunun dizaynı da fərqlidir. Bu hissə işıq düşdükcə müxtəlif refleksiyalar yaradır və telefona daha bahalı görünüş verir. Bundan əlavə, telefonun IP69 sertifikatı ilə təqdim olunması artıq onun etibarlılığından xəbər verir. Yəni, bu telefon yalnız suya düşəndə deyil, həm də yüksək təzyiqli suya qarşı davamlıdır. Bu isə real həyatda daha uzun ömürlü istifadə deməkdir. Ekran məsələsinə gələndə isə Vivo burada həqiqətən əla iş görüb. 1.5K Ultra Clear OLED panel istifadə olunub və piksel sıxlığı 459 ppi-dir. Yəni, mətnlər və şəkillər çox kəskin görünür. Ən maraqlı texniki detal isə istifadə olunan yeni VM9 materialıdır ki, bu da ekranın parlaqlığını ciddi şəkildə artırır. Pik olaraq 5000 nitə çatan parlaqlıq real istifadədə 3700 nit ətrafındadır. Bu da açıq havada istifadə edərkən böyük üstünlükdür. 120 Hz yenilənmə tezliyi isə artıq standart sayılsa da, model Smart Adaptation sistemi ilə birlikdə gəlir. Yəni, telefon avtomatik olaraq 60, 90 və 120 Hz arasında keçid edir və bu da həm axıcılığı qoruyur, həm də batareyanı daha az istifadə edir. Ekranın altında yerləşən ultra səs barmaq izi sensoru isə bu modelin ən premium xüsusiyyətlərindən biridir. Bu sensor barmağın 3D xəritəsini çıxarır və optik sensorlardan daha sürətli və dəqiq işləyir. Performans hissəsi barədə danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, cihazda Snapdragon 7 Gen 4 prosesoru istifadə olunub. Bu prosesor flaqman deyil, amma çox balanslıdır. 4 nanometr texnologiya ilə hazırlanıb və həm güc, həm də enerji effektivliyi baxımından yaxşı nəticə verir. 12 GB RAM və UFS 4.1 yaddaş isə bu performansı daha da gücləndirir. Telefon gündəlik istifadə, sosial şəbəkələr, video montaj, hətta ağır oyunlarda belə stabil işləyir. Testlərdə cihazın temperaturunun çox az artması və performansın stabil qalması xüsusi qeyd olunur. Məsələn, uzun stres testlərdə cəmi 14% performans itkisi müşahidə olunub. İndi isə gələk ən maraqlı hissəyə, kameraya. Vivo bu modeldə Zeiss ilə əməkdaşlıq edir və bu sadəcə marketinq deyil. Əsas kamera 50 megapiksel Sony sensoru ilə gəlir və çox yaxşı dinamik diapazon təqdim edir. Amma əsas fərq yaradan kamera 50 megapiksel periskop telefoto moduludur. Bu kamera 3 qat optik zoom təqdim edir və portret çəkilişlərdə 85 mm və 100 mm fokus məsafəsi simulyasiya edə bilir. Bu isə fotoda çox təbii perspektiv və blur arxa fon yaradır. Zeiss-in xüsusi portret rejimləri də var. Məsələn, klassik lens effektlərini təqlid edir və şəkillərə daha peşəkar görünüş verir. Ön kamerada 50 megapikseldir və avtofokus ilə gəlir. Bu isə vlog çəkənlər və selfie sevənlər üçün böyük üstünlükdür. Video çəkilişdə isə həm əsas, həm telefoto, həm də ön kamera ilə 4K 60 FPS çəkiliş mümkündür. Bu da bu segment üçün çox yaxşı nəticədir. Batareya mövzusunda Vivo bu modeldə həqiqətən fərq yaradıb. 6500 mAh batareya bu qədər nazik korpusda yerləşdirilib və bu yeni silikon karbon texnologiyası sayəsində mümkün olub. Bu batareya ilə telefon real istifadədə 2 günə qədər işləyə bilir. Video izləmə, oyun və kamera istifadəsində də nəticələr çox yaxşıdır. 90 Watt sürətli şarj isə cəmi 40 dəqiqəyə demək olar ki, tam doldurmanı təmin edir. Bundan əlavə, bypass charging funksiyası cihazı oyun zamanı daha sərin saxlayır və batareyanın ömrünü uzadır. Proqram təminatına gəldikdə isə Vivo bu modeldə böyük dəyişiklik edib və artıq Origin OS 6 istifadə edir.
Bu sistem Android 16 üzərində qurulub və əvvəl yalnız Çin üçün idi. İndi isə qlobal istifadəçilər də bu daha sürətli və vizual olaraq daha zəngin interfeysdən istifadə edə biləcək. Sistem daxilində tətbiqlərin daha sürətli açılması, animasiyaların daha axıcı olması və yaddaşın daha effektiv istifadəsi kimi müxtəlif optimizasiya texnologiyaları var. Eyni zamanda süni intellekt funksiyaları da əlavə olunub. Məsələn, mətn axtarışı, avtomatik tərcümə və s. Yeniləmə siyasəti də yaxşıdır. 4 Android yeniləməsi və 6 il təhlükəsizlik dəstəyi verilir. İndi isə gəlin ümumi olaraq üstünlüklərə və çatışmazlıqlara baxaq. Bu telefonun ən böyük üstünlükləri ekranın çox yüksək parlaqlığı, güclü və fərqli kamera sistemi, böyük batareya və premium dizayndır. Xüsusilə periskop kamera və ultrasəs barmaq izi sensoru bu segment üçün ciddi üstünlük sayılır. Amma bəzi çatışmazlıqlar da var. Ultra geniş kamera bir qədər zəifdir və digər kameralarla müqayisədə geri qalır. Prosesor güclü olsa da flaqman səviyyəsində deyil. Həmçinin Origin əməliyyat sistemi bəzi istifadəçilər üçün ilk baxışda qarışıq görünə bilər. Nəticə olaraq demək olar ki, Vivo V70 çox balanslı və maraqlı bir smartfondur. Bu model xüsusilə kamera, batareya və dizayna önəm verən istifadəçilər üçün çox uyğun seçimdir. Orta segmentdə olsa da təqdim etdiyi bəzi texnologiyalarla daha bahalı modellərlə rəqabət aparmağı bacarır və bu baxımdan bazarda çox güclü alternativlərdən biridir. Daha çox maraqlı məlumat üçün Instagramda Alt 404-ü izləməyi unutmayın. Səhifənin linkini videonun aşağısında yerləşdirmişik. Başqa mövzuda görüşəcəyik. Hələlik.